Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bildiyiniz kimi Rusiya qərb ölkəsi ilə savaşır, NATO ilə savaşır. Bildiyiniz kimi Rusiya əraziləri tarixi türk torpaqlarıdır, resurslarla bağlı, yəni qırmızı civə müharibəsi deyirlər. Resurs müharibəsi gedir dünyada bildiyiniz kimi. Rusiya Suriyanın ərazisində qərbi, əsasən Amerikanı oradan uzaqlaşdırmaq istəyirdi. Cənubi Azərbaycana, yəni indiki İranla birləşmişdi siyasi formada və Türkiyənin ərazi bütövlüyünü sərhəd olaraq qırıcı təyyarələri Rusiyanı pozmuşdu və xəbərdarlıqdan sonra Rusiyanın qırıcı təyyarəsi vurulandan sonra Rusiyada bilirsiniz ağayı pəncəsidir. Rusiya həftə çəkmir, illər çəkmir, susur, sonra qəfildən qisas alır, kütləvi alır. Necə ki Fransanın bəzi yerlərdə, Afrikada belə. Dərindən getmirəm. Əsasən və bildiyiniz kimi, görürsünüz, burada Cənubi Afrika Respublikasıdır bura. Cənubi Afrika Respublikası ilə burada demək olar ki, həmin Afrikanın Mərkəzi Afrika Respublikasıdır. Yəni, Mərkəzi Afrika ilə, yəni Respublikası ilə Cənubi Afrika Respublikasının bu ərazidə uran olduğu üçün, əsasən yeraltı zəngin resurslar olduğu üçün, həmən vaxt görürsünüz, buradan olan suyu, buranın sərhəddini ayıraraq bu bölgəni siyasi bölgə çeviriblər. Bildiyiniz kimi, yəni bu Rusiyanın gördüyünüz ərazi, bu Rozdirləkdə olan ərazi 8 dəfə ən azından bu əraziyə demək olar ki, Cənubi, ümumiyyətcə, mərkəzi və Cənubi və bu Əlcəzair ərazilər, Livan ərazisi görürsünüz, bu Efidiyoniya sonra bura görürsünüz, hamısı Kenyadır. Həmin bu Somaliya ərazisidir, görürsünüz, bunlar hamısı coğrafi baxımdan baxanda bu ərazilər dünyada ən böyük coğrafiya, yəni deyərim, adlandırırlar. Həmin ərazi, görürsünüz, bu Rusiyanın, həmən Alyaskanın, demək olar ki, Amerikanın, buradan sonra Meksikanın ərazisini, Texası sadə işğal etməsini, həm qızıl dərilərin, yəni onun türklərinin bildiyiniz kimi bu coğrafiyanı gətirib bura qoyanda birləşdirəndə, həmin bu coğrafiyada xəritədə özünü göstərir. Məsələn, burada deməli Çərkəz körpəzidir. Bu Çərkəz körpəzi bildiyiniz kimi bu Çərkəz körpəzi Fars körpəzi adlandırırlar. Amma əslində bura Çərkəz körpəzidir, türk torpağıdır. Yəni tarixi Azərbaycanın coğrafiyasıdır. Səudiyyə Ərəbistandır, Yəməndir. Bunlar ərəblərdir. Deməli İraqdır, Suriyadır. Türklərin əlindən tarixdə qopardılar. Hindistanın siyasi, İngilislərin siyasi nəticəsində türk coğrafiyasını demək olar ki, bu Asiya torpağının ortalığı, yəni türk dünyasını məhv etmək üçün türk dünyası bu coğrafiyaya yayılmasın deyə. Əsasən, dünyanın yolu, bildiyiniz kimi Sakit Okeanı görürsünüz. Bu Sakit Okeanda Amerikanın, ABŞ-ın, yəni hal-hazırda gəmiləri gələrək buradan görürsünüz, bu Singapurdur. Singapur isə dünyanın yoludur, yoludur. Bu Singapurun yoludur. Yəni dünyaya çıxış yollarıdır bu. Hal-hazırda Singapur bu dünyanın yolu olduğu üçün həmən bu demək olar ki, Madriddə, buradan gələn bu Təl-Əvindir, sonra buradan Yunanistan, Türkiyə ərazisindən görürsünüz, buradan gəlir Səudiyyə Ərəbistan, Çərkəz körpəzindən yenə bu əraziyə, bu coğrafiyaya gəlir, bu coğrafiyadan yenə yayılır. Əsasən də bildiyiniz kimi görürsünüz, bu ərazilər, demək olar ki, görürsünüz, bu Əlcəzair, Livanın aşağısından gəldi, həmən Əl-Diyardan gəlir, bax bu coğrafiya Hindistanın ərazisindən gələn bu xərit quru sərhalıq yoludur. Bax belə bu sərhalıqdır, bu ərazi çöllü, yəni vəhşili bir aləm olan yerdir. Həmən bu vəhşili olan aləmdə, amma türk coğrafiyasına götürəndə bu gördüyünüz Hindistandır, bura Pakistandır. Yəni tarixi Azərbaycanın burada boğaz var. Bu boğaza Hindistanın aşağı çay yataqları bildiyiniz kimi yəni tarixi torpaqlarımız sayılır, yəni təkmil istiqamətdir. Əfqanistan isə coğrafiyada buradan görürsünüz, yəni İrandır, İraqdır, yəni Türkiyədir. Buradan Əfqanistandan demək olar ki, Türkmenistandır, Özbəkistandır, Qazaxıstandır. Əfqanistan gəlir türk dünyasını yenə onurğa sümüyüb, mən kəlləsi deyərdim. Əsasən bizə Əfqanistan coğrafiyada vacib lazımdır.
Düzdür, coğrafiya baxımında Əfqanistanda tarix boyu müharibələr yaratdılar. Əfqanistanda müharibəni yaratmaq nəticəsi ondan ibarətdir ki, bu coğrafiyada, bu Asiya ərazilərində Amerika Birləşmiş Ştatlarında əsasən siyasi rolu var idi. Və Çinə güc tədbir etmək üçün Qərbin siyasəti ilə Türk millətinə, Türk dünyasına və Türkiyə qarşı siyasi oyunu bir balaca dayandırdılar və 1000 il üçün hesab etdilər ki, həmin, bildiyiniz kimi, Asiya Turan dövləti yaransa, Çinə qarşı çıxartmaq, yəni belə də, yəni əsasən Çini parçalamaq üçün və Rusiyanı, buradan Hindistanı. Yəni bu yer üzündə, bütün dünya və bəşəriyyətdə, kainatda, təbiətdə, insanlar aləmində əsasən bilirlər ki, Rusiyanın ərazi bütövlüyü Türk torpağıdır və Türk dilli xalqlar yerləşib, Ruslar onların hüquqları pozur və məhrum edib hər şeydən, resurslarla bağlı və dünya coğrafiyasında bilirlər ki, deməli, Rusiyanı dizə gətirsə, yerə çöktürsə bir millət var, Türkiyədir və Türkiyənin də Rusiya ilə üz-üzə qoyacaq və Rusiya da deməli, bu hadisəni, bu siyasi prosesi bildiyi üçün Türkiyənin həmən qırıcı söhbəti təyyarəsi Suriya məsələsində deməli, Türkiyənin 20 dənə əskərin Azərbaycandan qayıtmasını vurdu. Ona görə ki, vurdu ki, yəni Çinin silahlarına silkələmə, lazer silahı, zərbə endirmə və həmən ərazidə, yadınızdaydı 2008-ci ildə neft kəmərlərini vurdu Gürcüstanda, yəni Borçalı torpağında, Azərbaycanın torpağında vurmağı o deməkdir, həmən neft ərazini keçən yeri Azərbaycan işğal etdi və qərbə qarşı çıxmasını Rusiya bizdən həmin əraziləri nəyə görə istəyir ki, deyir 1 qəpik Azərbaycanlı olsun, 50 qəpik mənim olsun, kömürlük, Asiya, Avropa iqtisadiyyat yolları mənim olsun. Və o əsasən də bildiyiniz kimi burada yollardan söhbət gedir, resurslardan söhbət gedir. Həmin Rusiyanın çirkin siyasəti nəticəsində təyyarəni vurdu Türkiyənin və Türkiyədə NATO sıralarında olduğu üçün Amerika ilə oturduğu üçün dünya coğrafiyasına baxanda Rusiyanın heç vaxt istəməsi Türkiyə Azərbaycana gəlsin, İran da bunu istəmir gəlsin. Zəngəzur məsələsində ən böyük siyasi proseslərdə Rusiyanın yeni hərəkəti davam edəcək. Çünki Rusiya ilə İran birləşərək, Çin birləşərək, Hindistan birləşərək, yenə Hindistanla Çin bir balaca iqtisadiyyatına görə, əhali sayına görə addımın yerini çəkir. Amma Çinlə Hindistan qeyri bir savaş açacaq coğrafiyada. Yəni hücuma keçiləcək, onun dayandırması biraz uzun çəkəcək. Amma hal-hazırda Çinin də, Hindistanın da öz siyasi prosesləri vardır. O siyasi prosesi əsasında dünya siyasətinin coğrafiyasından var, biraz daha geri addım atıbdır, dayanıbdır. Amma hal-hazırda bu coğrafiyada, bu Rusiyada görürsünüz, Xankların, Sibirin, sonra demək olar ki, Yakutiyanın, Altayın ərazilərini görürsünüz, bildiyiniz kimi burada Altayın ərazilərini demək olar ki, Rusiya deməli satmaqla məşğuldur Çinə və burada Çinə satmaqla odur ki, Türk dünyasının onurğa sümüyünü qırmaq istəyir və meşələrin Çinə satırdı və Yakutiyanın da brilyantlı torpaqlarını yenə də Amerika satdı özünə də güclənməsi üçün. Rusiya dünyada terror yaradan dövlətdir. Nəyə görə? Resursların, gəlirlərin, neftin, zəngin torpaqlarının əsasında bu hərəkətlər edir. Əgər Rusiya Somali boş bir ərazi kimi, qərbi sərhəd kimi olsa, heç nə olmasa, Rusiyanın nə savaşmağa gücü olar, nə resursu olar, nə dünya ölkələrində terror yada bilər, nə də nüvə silahları ola bilər. Ona görə ki, bu gördüyünüz Rusiya Federasiyasına adlanan torpaqda, bilirsiniz də, çox ölkələrdən də torpaq alıb, əsasən Türk coğrafiyasının, yəni ələ keçirdiyi üçün resursu olan ərazilərdə Rusların çirkin siyasəti davam edir. Yəni hal-hazırda Əfqanistan, bax görürsünüz, Əfqanistan bizim Uyğur, Şərqi Türkistan, yəni Uyğuristan hal-hazırda burada sakit olun. Hal-hazırda burada Əfqanistan Uyğuristana gedən yoldur. Həmin Əfqanistanın Uyğuristana gedən yolu qapatmaqla, Talibanlı Amerikadan, Pakistandan almaqla deməli tərkibindən çıxardaraq gücləndirdilər. Bilirsiniz də Taliban Pakistan ərazisində böyüldü. Və siyasi proses baş vermədiysə göndərdilər. Talibanlı da Kalbir dövləti yaratmaq istəyirdi. Kalbir dövlətini yaratmaq üçün buna güc lazımdır, maddi vəziyyət, yəni resurs lazım idi, pul vahidi lazım idi, kitablar lazım idi, silah lazım idi. Alınmadığı üçün Suriyanın, İraqın ərazisində Qərbin siyasətin nəticəsində IŞİD qoşuldu Talibanda.
və Talibanın burada olması Çinin hər bir dünya ölkələrinin insanları bilsin ki, Çinin siyasəti demək olar ki, burada Talibanı gücləndirəcək, Talibanda lazer silahlar veriləcək, Taliban yəni hərəkəti İrandan əlavə savaşdan Taliban yəni istənilən ölkəsində, dünya ölkələrində terror haqqı yaratmağa rahat sərbəst şəkildə olacaq. Hal-hazırda bildiyiniz kimi bu Çinin ərazisinin parçalanması için gördüğünüz ki, yani Singapur dünyanın yolu olduğu için hemen burada görürsünüz ki Tayland'dır, Vietnam'dır. Yani bu ərazini Çin'e karşı zərbə olsa, Uyğuristan Çin'e karşı zərbə olsa, Afganistan'da Türkiye'nin ordusu yerləşsəydi, Afganistan'ın Türkistan dövləti yaradılsaydı, Türkiye nəzarət etsəydi, Çin'in sakit olur. Çin'in ərazi bütövlüyündə demək olar ki, yəni həmin bu parçalama siyasəti rahat şəkildə olardı. Hal-hazırda Talibanı gücləndirməklə Amerikaya qarşı çıxarmaq, Amerikada Pakistanı belə deyək də, lori dildə deyək, qızışdırdı ki, Talibanda qarşı çıxartdı. Yəni Pakistanı qızışdırdı, Talibanda qarşı çıxdı. Əgər Pakistan hərəkəti yenə davam etsə siyasi parazda, Pakistan hərəkətə gedəndə Əfqanistanı işğal edəcək. Əfqanistanda 37 milyon insanı külə döndürəcək. Yəni ki, Əfqanistanda 4-cü sinifə kimi qız uşaqları ondan yuxarı qoymurlar. İnsanları kölə, din və din İndoneziyada, İranda, Əfqanistanda böyük İslam adı ilə yaşadığı üçün bu coğrafiyanı kölə edəcək və dünya ölkələri üçün təhlükə saxlayacaq. İranın çıxma şərti ilə İran heç parçalamaya doğru gedəcək. İran öz qüdrətini, güclü dövlətini saxlaya bilməyəcək. Yəni blokada şəklində alınıbdı İraqdan, Suriyadan, Azərbaycan tərəfdən. Hal-hazırda Qətərin sərvətini Amerika Suriyadan keçirdə bilməmədiyi üçün, yəni Qətərin sərvətini Amerika gətirib Suriya ərazisindən keçirdib, buradan dünya bazarına çıxartmaq istəyirdi, Avropa bazarına, iqtisadiyyat yollarına çevirmək istəyirdi və onun üçün İran orada olduğu üçün Bəşər Əsədi bərkidirdi və Şia adı ilə bərkitdiyi üçün burada Suriyada həmən İsrailin siyasi prosesi və Qərbin İngilisin siyasi nəticəsində də Suriyanın yəni qarşı durma yarandı və o təmizləmə NATO sıralarında isə Türkiyə və belə deyək 9 qəbilə tayfanı qırandan sonra həmən orada qırğın yaradandan sonra Kobanın terrorçu, dünya səviyyəli terrorçu adlandırıcı və onun tutulmasına qərar verilmişdir. Və Kobanın bu siyasətdə, bu Suriyada torpaqlarından istifadə etmək üçün Türkiyə müraciət olundu. Türkiyənin nəzarəti ilə Kobanı idarə etmə sistemi oldu, dəstəyi oldu. Və əsasən də burada həmin Kobanı bildiyiniz kimi Amerika Birləşmiş Ştatları üçün, İsrail üçün yol açır. Həmin yolu açması üçün, yəni bu coğrafiyada savaş olmasın. Həmin hal-hazırda bu coğrafiyada əsasən Yəməndə savaş başlayacaq. Yəni Kərkəz körfəzində, yəni dünya ölkələrdə bilməlidir, bu Kərkəz körfəzidir, Fars körfəzi deyil. Onunla bağlı hal-hazırda bildiyiniz kimi bu Yəmən, Səudiyyə Ərəbistan, yəni ən varlı, həm də İsrailə yaxınlığında olduğu üçün Səudiyyə Ərəbistanlı bu Küveytdir, burası Səudiyyə deməli, Burar Ham Madrindir, bu gördüyün Ərdiriyadır, sonra Yəməndir. Bu coğrafiya kəsiləcək burada. Bu coğrafiya buradan kəsiləndən sonra bu ölkələrini ələ keçirilib, idarə etmək, bunun resurslarını götürmək, rahat şəkildə ayı pəncəsi kimi, qartal caynağı kimi ələ keçirmək asan olacaq. Yəni, şikar ovçunun ağzının içinə gəlib girərmiş olacaq. Onun üçün burada, bu Çinin, burada sakit oturmayın, Çin silah, yeni, müasir gəlsin silahı düzəldir. İran da 24 saat ərzində silaha gücün vurubdur və İranın planında əgər yenidən qarşı durmaq olsa və İraqla Suriyanı hədəfə keçirdib, ordunu salıb işğal etmək niyyətinə düşəcək. Amma hal-hazırda o gücdə deyil, amma siyasətdə odur. Hal-hazırda, yəni bilirsiniz ki, dünya savaşında nüvə silahına əl atacaq. Onun üçün Azərbaycanda dünya icazə versə də verməsə ki, bu coğrafiyanı, Zəngəzur, yəni belə də koridorunu siyasi bölgəyə yerləşdirmək istəyir. Rusiya hərəkətə keçib Azərbaycandan milyardlarla, trilyonlarla sərvəti alıb, Azərbaycanın baskı etmək istəyir, qorxu gəlmək istəyir və hal-hazırda Rusiya belə deyək, Azərbaycanın sərvətinin əlinə almağına şərt kəsəcək. Şərt kəsməsinin səbəbi ondan ibarət olacaq ki, yəni mən deyən olsun, NATO yaxın gəlməsin. Əziz vətəndaşlarım, soydaşlarım,
bu coğrafiyada 2025-ci ildir. Bu coğrafiyada Rusiya var gücü ilə Ukraynanın savaşını ola bilsin dayandırdı və ola bilsin ki NATO'nun ordusu və ağır silahlar yenidən Rusiyanın böyük zərbələr vursun və böyük zərbələrdən sonra bu sakitçiliyi yaratmaq üçün Rusiyada təslim olmur ki, Rusiya uduzu bilir ki 52 qərb dövləti ilə, yəni ölkəsi ilə savaşır, 30 ölkə silah verdiyi üçün Rusiya onu bilir ki, mən əgər geri çəkilsəm Ukraynanın ərazi bütövlüyündə dəymiş ziyanı ödəmiş olacam və Ukraynanın bütün şəhər salma üstünə düşür və hər il o Ukrayna xalqının qaçqın düşmüş, köçkün düşmüş əhalisinə pul vermiş olacaq. Onunla bağlı Ukraynanın deməli bütün məsuliyyəti düşəcək Rusiyanın üzərinə. Ona görə də Rusiya ordusu qırılsa da etnik millətləri qırır və etnik tayfaları qırır, Rusiyanı təmizləyir və Rusiyanın tərkibində olan Türklər var, əsasən etniklərin gəlməsi, Rus qızları da qeyri-millətlər dünyaya uşaq gətirdiyi üçün ona görə Rusiyanı vahimə tutub ki, burayı Türkistan coğrafiyası yaranır, mən bunu saxlayamayacaq. Ona görə etnik millətlərin əskərləri, migrantları, müharibə basaraq ət maşından keçirdib bilərəkdən edir. Çünki Rusiyanın o vaxt Çin müharibəsində lazerli silahları olub. Hal-hazırda bugünkü silahının saxlamamasının səbəbi yəni savaşı ortaya qızışdırmaq, köhnə silahları işə salırlar. Ona görə etnik millətlər qırılsın, Rusun gücü qalsın, Rus parçalanmasın deyə. Bugünkü gündə bu coğrafiyada Rusiya Zəngəzur məsələsində İranla birləşərək, Çinlə birləşərək böyük savaş yaradacaq. Bu savaşın qarşısını almaq üçün Taylandı, Vyetnamı və Yaponiyanı Çinlə savaşa salmaq, Çin bu günləri Kuril adalarına hücum etmirsə, bilirsiniz ki, bax görürsünüz, Yaponiya Kuril adalarını, bax gördüyünüz bura Yaponiyadır. Yaponiya buradan Rusiyadan bu Kuril adalarını işğal etməmədiyinə, yəni geri qaytarmamadığına görə Rusiya işğalçı olduğu üçün bura Kuril adalarıdır. Yəni bütün zəngin resurslar, qızıl yataqları, bax hamısı buradadır. Və Yaponiya yeraltı yollar çəkə bilər, yeraltı hazır raket yolları ola bilər, metro yolları ola bilər, ordunu Rusiyanın ərazisinə basmaq üçün. Və buradan Monqolistanla rol oynayır, Çinlə bağlı və Rusiyanın ərazisində bu coğrafiyada böyük savaş açılma ehtimalı vardır. Onun üçün bu savaşı edən Amerika olacaq. Amerikada Türkistana dəstək verməsi Çinlə Rusiya, Hindistana qarşı və Türkistanı idarə etmək istəyir. Amerika özü də qorxur ki, qızıl dərilər var, Hun türkləri var və o cümlədən hal-hazırda deməli, belə deyək, həmən o Türkistan məsələsinə görə qızıl dərlərin və Hun türklərin, zəncilərin birləşməsi Türkiyə ordusunda sıralarında yer alacaq. Bildiyiniz kimi Afrika və zəncilər Türk millətinə genetik olaraq yaxın bir millətdir. Turan ordularında sıralarında zəncilərdən, Afrikalılardan döyüş əskər yaratmaq olar və bunun üçün də bu coğrafiya qarşı coğrafiyadır. Bunlar gözləyir, əgər bir yolu var, Rusiyada Putini yəni uzaqlaşdırsalar siyasətdən, Rusiyanın Putini siyasətdən təmizləsələr, o zaman Rusiyanın həm parçalanması gedir, həm resursları ələ keçirilir. Dünya gələcək üçün enerjini və gücləndirməsi üçün, dünyanın qoruması üçün Rusiyanın coğrafiyasından istifadə olunacaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, coğrafiyanın genişlənməsində burada böyük söhbətləri var. Əsasən mən çox dərinə getmirəm, çox siyasi proseslərin dərinə getmirəm. Türkiyənin Zəngəzur məsələsində və Qazaxıstan, Özbəkistan ordusu müqavilə bağlanmalıdır və Azərbaycanda Türkiyənin əskəri Azərbaycana belə deyək, gəlməli düşməlidir. Azərbaycan əskəri Türkiyə düşməlidir, Özbəkistandan Qazaxıstana. O zaman biz güclü ordu ola bilərik və müdafiə ola bilərik və Türkistan pulu yaranmalıdır, Turan pulu yaranmalıdır. Turan pasportu, Turan kitabları, Turan tarixi kitabları və Turan pulu və elə pul yaranmalıdır ki, Amerikanın və Evrodan da üstün, dollardan da üstün Turan pulu olmalıdır. O Turan pulu da Türk dünyasında kağızına görə, materialına görə də bahalı kağızlardan istifadə olunmalıdır və həmin pulda, yəni kağızı da bahalı olmalıdır, yəni dünya pullarından daha dəyərli olmalıdır. Pulu da, dəmir pulu da gümüşdən, təmiz, xalis gümüşdən olmalıdır ki, və demək olar ki, qızıl suyuna da batırılmış ola bilər, amma hal-hazırda yəni o pul dəyərli, qiymətli olmalıdır ki, bugün o pulla biz coğrafiyamızı birləşdirək və coğrafiyada hegemonluq edək və türk dilli xalqların arasında viza götürülməlidir. Türk vətəndaşı gedən kimi avtomatik olaraq, yəni istədiyi vaxt
Məsələn, mən bir türk vətən övladı olaraq, türk oğlu olaraq belə deyək, mən getdim Özbəkistana, Türkmenistana, Başqıristana, Altaya, Yakutiya, məsələn, Xanты-Mansiyə, mən bu coğrafiyaya gedəndə Cənubi Azərbaycana hara getdimsə, pasportumu verən kimi, kimliyimi verən kimi avtomatik vətəndaşlıq da ala bilərəm, torpaq da almaq mənim üçün rahatsızdır, ora vətəndaş kimi. Onlar da burada, yəni bütün türk dilli xalqlar bir-birinə rahat gediş-gəlişi yaradılmalıdır. O zaman bizim qəlbimizdən nifrət uzaq olmalıdır. Onun üçün türkçülüyün arasında mehribançılıq, rahatçılıq. O zaman biz vətən uğrunda da döyüşəcək. Biz Türkistan, Turan ordularında canla başına iştirak edəcək və türk əskərdə, Özbək əskəri, Türkmen əskərdə, Qırğız əskəri də. Bunlar da vətən coğrafiyada da Qırğızstan, Türkmenistan, Azərbaycan deməyəcək, Türkistan uğrunda, Turan uğrunda əskər kimi yetişəcək və canından keçməyə hər anda xidmətində olacaq. Bir qərb ölkələrinə nəsə sızanda da tez məlumat verilmiş olacaq. Onda da biz güclü əskər, güclü dövlət, güclü millət da çevriləcək. Onun üçün bizim burada əziz vətəndaşlarım, xalqımız, dəyərli soydaşlarım, üzürlü sayın, vaxtım yoxdur. Tədiri getməliyəm, biraz da gözləyən var. Yəni yola çıxmalıyım. Fikrimdə olan sözlərin yarısını dedim. Hal-hazırda yəni bu bölgə Əfqanistan, yadınızda saxlayın, Tayland, sonra Vyetnam, həmin Singapur dünyanın yolu. Bu ərazi gördüyünüz dünyanın ən qorxulu coğrafiyasıdır, təhlükəli coğrafiyadır, zəlzələ olan bölgədir, vulkan olan bölgədir və zəlzələyə yaxın bölgələrdən də Azərbaycandır, Cənubi Azərbaycandır, İrəvandır, Türkiyədir, coğrafiya baxanda və hal-hazırda burada zəlzələ bölgələrinin daha ehtimalı və bu coğrafiya ilə bu coğrafiyada əsasən bu ölkələr ərazilərində su ehtimali var. Amerika Birləşmiş ərazilərində su təhlükəsi vardır, qorxusu vardır. Əsasən də biz Meksikada böyük siyasət yürütməli, Texasda üzr istəyirəm, Texasda böyük siyasət yürütməli, Texasda oradakı, yəni belə deyək, Meksikalılarla, İspanlarla, ümumiyyətlə bunlarla əlaqələrimiz olmalıdır. Biz hər cəhətdən Azərbaycanla, Türkiyədə demək olar ki, Cənubi, Şimali Koreyanın yanında onlar siyasi prosesdə birləşməlidir. Şimali Koreya əsasında. Bu Şimali Koreyada Amerika, nə bilim, hansı başqa siyasi hərəkət edilməsi bizim yanımızda olsun. Onun üçün bu coğrafiya, bu qitədə böyük yenidən oyun olacaq, yeni savaşlar olacaq və onunla bağlı bizim əsasən gücümüz nədir? Bu coğrafiyada böyük savaşın Rusiyaya zərbə indirmək üçün və yaxud da Çinə zərbə indirmək üçün Yaponiyadan, Vyetnamdan, Taylanddan istifadə etməli, Əfqanistandan Türkiyənin ordusu getməlidir. Türkiyədə olmalıdır, Əfqanistan Güney Türkistan yaratmalıdır. O zamanda biz hissə-hissə Asiya torpaqlarını və Turan torpaqlarında öz sözümüzü demiş olacaq. Əfqanistanın Türkiyənin əlində olmazsa və bizim üçün çətin olacaq. Bu zamanda həmin Rusiyanın siyasəti ondan bağlı olacaq. İraqda və qeyri-millətlər və PKK-nın güclənməsinə təkrarən gücləndirib Türkiyə qarşı çıxardacaq, Rusiya maliyyələşdirəcək, silahlandıracaq, tankları verəcək və o cümlədən Yunanistanı qaldıracaq, Farsları qaldıracaq, İngilisləri qaldıracaq. Onunla bağlı bu şəxslərdə Qərbin siyasətini, Amerikanın siyasəti nəticəsində Türkiyə düşmən yaradıblar. Yəni bir bayraq altında döyüşən millətləri bir-birinə qırdıradı. Ona görə Türkiyə, Qıbrıs, Türkistanı qurmalıdır, yaratmalıdır. Dünya qəbul etsə də etməsə də Qıbrıstanı əgər Yunanistan tərkibindəsə, Yunanın qərbi siyasətinə, İngilisin siyasətinə, ya Fransanın siyasətinə, Amerikanın siyasətindən, Rusun, Çinin, Hindistanın siyasətindən uzaq tutmuş olacaq. O zaman əgər Zəngəzur məsələsində Türkiyə bizə yardıma gəlsə, dəstək olsa, o zaman Rusiya siyasi prosesi İranla, Çinlə hərəkətə keçəcək. Çin iqtisadiyyatının məsələsinə görə, əhalisinə görə susur, amma Çindən ən böyük dünyada təhlükə millət yoxdur. Yəni qorxulu bir millətdir, Hindistanda o cümlədə. Onun üçün Hindistan hədəfdə, bu coğrafiyada Hindistanı parçalamaq lazımdır. Hal-hazırda bu Hindistan parçalanmalıdır. Sonra Çin parçalanmalıdır. Rus siyasəti, yəni başında duran Putin getməlidir. Ondan sonra bu ölkələrdə rahatlıq. Amma hal-hazırda Amerika gücləndirməlidir Taylandı və Vyetnamı gücləndirməlidir, Çinə qarşı çıxılmalıdır ki, Əfqanistana gəlib daxil olmaz. Əgər bu daxil olmasa, Pakistanın bir yolu var ki, Əfqanistanı işğal etsin. Əgər Əfqanistanı işğal etməsə,
yani Çin'in, Amerika'nın siyaseti Pakistan'da olduğu için. Afganistan'ı Pakistan'ı işgal etmezse Türkiye onsuz girmir bura. Başı karısı olduğu için. Bura Pakistan daxil olsa o zaman Çin'i blokadaya almış olacaq və Çin qapıları da get-gedə hər tərəfdən, Mongolistan tərəfdən və yeri gələndə bu dövlətlər tərəfdən Hindistan tərkibində xırda dövlətlər yaratsaq və yəni bu ərazilərdə Pakistanın, üzr istəyirəm, Hindistan tərkibində çoxlu dövlətlər yaratsaq, telefonu burax. Yaratsaq bu savaşda qalib gəlmiş olacaq. Əziz və hörmətli xalqın, millətin, dəyərli soydaşlarım, bu coğrafiyada resurs savaşı gedir. Mən bu coğrafiyanın adını qoyuram qırmızı civə, dünya siyasətindən, qərbin siyasətindən. Qırmızı civə, yəni qırmızı civə o deməkdir ki, insanları heçə salmaq, 2050-ci ilə kimi 50 milyon insanı məhv etmək və bu coğrafiyada belə deyək, resurs müharibəsi gedir. Yəni Rusiyanın ərazilərindən söhbət gedir, Afrikanın ərazilərindən gedir. Yəni bu resurs olan ərazilər isə ərəblərin də bildiyiniz kimi torpağı yoxdur, işğal edirdi. Yəni ərəblərin işğal etdiyi torpaqlarında, yəni Türk torpaqlarında ərəblər özünə dövlət qurub, bilirsiniz. Mən belə deyirəm, belə adını. Onun üçün bu gün İraqdır, Suriyadır, Yəməndir, Qətərdir. Bunlar Küveytdir. Bunlar hamısı və Ərzazayirindən görürsünüz, Fransa Ərzazayiri məhv edirdi, yazdılardırmı tarixdə. Ona görə ki, burada böyük yenidən siyasi prosesləri davam edəcək. Bu savaşlar başqa cür olacaq. Yeni savaşın ortaya gəlməsi olacaq. Bütün dünyada, insanlarda, Qərbdə, Amerikada bilir ki, Rus qarşısında ancaq yalnız bir millət var, çıxaq, o da Türkdür. Onun üçün yeni təhlükə vardır. Rusiya ağıllı olmalıdır. Rusiya Azərbaycanla şərt kəsməməlidir. Rusiya Türkiyəni özünə çəkmək istəyir və əsasən də Türkiyənin ərazisini parçalamaq istəyirdi. Çox PKK-nı da yaradan, dəstək verəndə Rusiya idi elə ilk dəfə Azərbaycanın Naxçıvan şəhərindən Sovetlər Birliyindən göndərmişdi. Həm də Afqanistan ərazilərini. Hal-hazırda yenə də deyirəm ki, Rusiya o zaman yəni Türkiyəni özünə yaxın çəkməsində İrəvanı Türkiyənin balansına, nəzarətinə, Azərbaycanın torpağına qarşı verməlidir. Çünki İrəvanda resurslar olmadıqca torpaq Azərbaycanda gözəldir. Onun üzərində gəzən insanlar və Rus terrorçuları sayıram, erməniləri. Hal-hazırda Rusiya İrəvanı verməlidir, qaytarmalıdır, Dağıstan, Dərbəndi verməlidir. Ondan sonra Rusiya o zaman Türkiyə ilə danışığa gələ bilər. Əgər bu coğrafiyada Türkiyə əgər İrəvanın yəni hal-hazırda Rusiyadan ayırsa, Borçalını, yəni Gürcüstanı hal-hazırda Türkiyənin nəzarətindən alsa, o zaman Rusiya sıxılmış olacaq. Ona da Rusiya heç vaxt imkan vermir. Mən yenə də bu coğrafiyada yəni yeni təhlükələr var. Həm təbii fəlakətlər, həm savaşlar vardır. Allah dünyamızı, Tanrı dünyamızı qorusun, yaşasın türkçülük, yaşasın insanlıq. Bir söz deyirəm, dünyada, bəşəriyyətdə, kainatda canlılara xələl verməyin, qoruyun. Yığışdırın da bu dünyanı.